Salam, hər vaxtınız xeyir əziz abunentlər. Bu gün dünyanın ən böyük qapalı hövzəsi olan Xəzər gölü haqqında danışacağıq. Biz onu dəniz adlandırsaq da dünyanın ən böyük axarsuz hövzəsi hesab olunur. Sahəsi 380 min kvadrat kilometrdir. Xəzər dənizi 5 dövlətin ərazisini yuyur. Şimaldan Rusiya, şərqdən Qazaxıstan, cənub-şərqdən Türkmənistan, cənubdan İran, şərqdən isə Azərbaycan Respublikasının ərazisini yuyur. Xəzər dənizi dəniz səviyyəsindən -27 metr aşağıda yerləşir. Xəzərin ən çökək hissəsi Lənkəran çökəkliyi 1025. Bundan başqa mərkəz hissəsində Dərbənd çökəkliyi 788 metrdir. Həmçinin Qazaxıstan sahillərində Qaragiye çökəkliyi də var ki, -132 metrdir. Bir sıra xüsusiyyətlərinə görə 4 hissəyə bölünür. 44 dərəcədən şimalda qalan hissə, 40-44 dərəcə arasında olan mərkəz hissə və 44 dərəcədən cənubda qalan hissə cənub hissə adlanır. Xəzərin şimal hissəsi daha duzluluğu azdır. Bura ən böyük çay olan Volqa çayı tökülür və qışda bəzən donur. Mərkəz hissəsinin duzluluğu daha çoxdur, çünki burada Qaraboğaz göl körfəzi yerləşir. O da Xəzərin ən duzlu hissəsidir, çünki heç bir çay buraya tökülmür. Cənub hissəsi də həmçinin duzluluğu yüksəkdir. Xəzər dənizi ətrafında yarımsəhra landşaftı görünür. Xəzər sahillərində ən böyük ovalıq olan şimal hissədə Xəzəryanı ovalıqdır. Xəzər dənizinin yarımadalarına nəzər salaq. Azərbaycan sahilində Abşeron yarımadası, Rusiya sahilində Aqraxan yarımadası, Qazaxıstan sahilində Buzaki, Mangistau yarımadaları, daha sonra Türkmənistan sahillərində Türkmənbaşı, Çələkən yarımadaları, İran sahillərində isə Miyanqala yarımadaları Xəzər sahillərinin yerləşir. Xəzər dənizinin adalarına nəzər salaq. Xəzər dənizinin sahillərində Abşeron arxipelaqı, burada Böyük Zirə, Xərəzirə, Çilo, Pirallahı kimi adalar yerləşir. Rusiya sahillərində Çeçen adası, Çeçen adaları, həmçinin Züdev adaları, Qazaxıstan sahillərində baxın, burada Durnev adaları, Suiti və Kulalı adaları yerləşir. Türkmənistan ərazisində isə Oqurçinski adası yerləşir. Xəzər dənizinin körfəzləri Azərbaycan sahillərində Qızılağac körfəzi, Bakı buxtası yerləşir burada. Rusiya ərazisində Qızlar körfəzi, Qazaxıstan ərazisində Mangistau körfəzi, Qazax körfəzi, Türkmənistan ərazisində Qaraboğaz göl körfəzi, Türkmənbaşı körfəzi və Türkmən körfəzi yerləşir. İran ərazisində isə Bəndərşah körfəzi yerləşir. Xəzər dənizinə tökülən çaylar haqqında danışacağıq. Xəzərə Azərbaycan ərazisindən tökülən çaylar Azərbaycanın şimal-şərq hissəsində yerləşən çaylar Zambur çayıdır, Qudyal çayıdır, Qusar çayıdır, Vəlvəl çayıdır. Bunlar birbaşa Xəzərə tökülür. Həmçinin Lənkəra, Astara bölgəsinin çayları Lənkəran, Vilətçay, Astara çayı, bunlar da birbaşa Xəzərə tökülürlər. Rusiya ərazisindən Kuma çayı və Volqa çayı tökülür. Volqa çayı Xəzərə tökülən su ehtiyatının böyük bir hissəsini əhatə edir və Volqa çayı üzərində də bir sıra anbarlar yerləşir, su anbarları yerləşir. Qazaxıstandan Xəzərə tökülən Ural çayları və Emba çayıdır. Türkmənistan ərazisindən Ətrək çayı, İran ərazisindən isə Səfidrud çayı Xəzər dənizinə tökülür. Xəzər dənizi daxilində gəmi bərə xətlərinə mövcuddur. Belə ki, Azərbaycandan Mahaçqalaya, Azərbaycandan Dərbəndə, Rusiya ərazisində olan gəmi bərə xətlərdir. Bu Mahaçqala, Bakı-Mahaçqala və Bakı-Həştərxan gəmibərə xətlərdir. Qazaxıstan ərazisində isə Bakı-Aktau limanı, Qazaxıstan Aktau limanı gəmibərə xətti mövcuddur. Türkmənistan ərazisinə Bakı-Bektaş və Bakı-Türkmənbaşı gəmibərə xətləri mövcuddur. İran ərazisində isə Bakı-Əncəli gəmibərə xətti mövcuddur. Azərbaycan öz daxilində Abşeron yarımadasından Bakıdan Salyan gəmibərə xətti də mövcuddur.